Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, YouTube kanalımıza zəhmət olmazsa abunə olun, videoları izləyib bəyən atmağı unutmayın. Yəni, videoların daha da ətraflı gəlməsini istəyirsinizsə, kanala abunə olub, bildirimi də açmağı unutmayın. Daha da ətraflı məlumat alasınız deyə. Kombilərin yuyulması, təmiri, yəni hər bir iş köhnə vəziyyətdən nə vəziyyətlərə gətirilməsinə, yəni izləyib YouTube kanalımızda Mərfət Usta TV-yə abunə olub, yəni bildirimi də açıb, yəni izləyib baxa bilərsiniz. Mən də Universal Mərfət Usta. Telefon nömrəmizdə 055 774 88 46. Sizin də ehtiyacınız olarsa qulluğunuzdayıq. Görürsünüzmü bu qədər strumeti? Bu qədər strumet hər biri o gördüyünüz kombiyə qulluq eləyir. Yəni, görürsünüzmü? Yəni, bu günləri bunların detalların təmizlənməsi, hamısı diqqət tələb eləyir. Qıraqdan baxmağa nə var ki, hasaddır. Bir dənə bunun içini təmizlədi, fişə qoydu ora, getdi. Amma onun əziyyətini, onu işləyən adam bilir ki, nədir? Onu da, yəni, dəqiq işinə baxan usta dostlarım, usta qardaşlarım, Allah hər birimizin ruzusunu bol eləsin. Yəni, bugünkü gündə qıraqdan baxmaqla deyil. Yəni, o işin çətinlikləri çoxdur. İşin çətinlikləri çoxdur, təbii ki. Yəni, bu adi gördüyünüz kapilyar görürsünüzmü? Barelin kapilyarıdır, tutulubdur. Yəni, barel görsətmir, suyun miqdarını, vırdığın miqdarı sən görmürsən, ya güman su vurursan, bir də görürsən 3 atmosferi keçib, əmniyyət ventili atıb, su fışqırıb, hər yeri su eləyib. Yəni, bu günləri onların hamısı təmizlənməlidir, hər bir şeyə. Kombi baxımı nə deməkdir? Hər bir şeyinə baxmalısan, nəzarət eləməlisən. Görsənmə, burada krantı bağlayıblar. Yəni, yay-qış rejiminə salmaqdan ötərə götürüb isti su getdiyinə görə ataplenliyə krantı bağlayıblar. Görürsünüzmü, nə vəziyyətə düşüb? Yəni, krantı daimi açıq qalmalıdır. Bugünkü gündə yəni, özünün tənzimləyicisi var. 3 yollu vana motoru var orada. Yəni, bu günləri bu gördüyünüz, görürsünüzmü, turba nə vəziyyətə düşübdür? Qaynama yaradıb, pişib əriyib, radiatoru gör, nə günə salıb? Su dövriyyəsi olmadığına görə içində qaynama yaradıb o. Bu hallarda termostat algılayır, kombi yerindəcə sönməyə başlayır. Halbuki sənin ataplenin isinmir, sənin mətbəx tüvə gedən su isinmir. Görürsünüzmü? Xətlərin